Babil cəmiyyəti həqiqətən də kosmosla və ya kosmosdan gələnlərlə əlaqədə idi? Enuma Elish tabletlərində təkcə Anunnakilərdən deyil, onların da tanrılarından bəhs edilir. Hətta qəribə də səslənsə, tanrılarının da tanrılarından bəhs edilir. Tabletlərin qısa xülasəsinə nəzər salaq. İlkin olaraq birinci tabletdə böyük xaosdan söhbət gedir. Yalnız şirin suların okeanı olan Apsu və duzlu suların okeanı olan Tiamat mövcud idi. Başqa heç nə yox idi. Onların qarışmasından isə ilk nəsil tanrılar Lahmu və Lahamu yaranır. Daha sonra isə Anşar və Kişar doğuldu. Sonra isə Anu, daha sonra isə Ea, digər adı ilə Enki yarandı. Daha sonra isə Anunnakilər meydana çıxdı. Gənc Anunnaki tanrıların çoxalması və səs-küy salması Apsunu qəzəbləndirdi. O gizlincə Mumu ilə birgə onları məhv etməyə qərarına gəldi.